Hörmətli izləyicilərim, sizlər üçün Mərdəkan şosesində 500 metr məsafədə yerləşən 6.2 sot torpaq sahəsində şəxsi tikili, bütün kolonlarla inşa olunmuş yeni yaşayış evimizi təqdim edirəm. Odur ki, ekrana yaxın əyləşin. Qapıya qədər asfalt olan bir küçə, daimi şirin suyu və digər kanalların mövcud olan ərazidə çox qəşəng aurası olan, keyfiyyətli, gözəl təmirə malik olan həyət hissəmizi təqdim edirəm sizlərə. Evimizin ön fasad hissəsi 220 kvadrat evin ümumi sahəsidir və bisetka, manqal hamısını ətraflı sizlərə göstərəcəm. Bu evdə hər şey çox mükəmməl şəkildə düşünülərək inşa olunub ki, tam ətraflı hər şeyi təqdim edəcəm sizlərə. İlk öncə havuzumuzu, daşma havuzumuzu təqdim edirəm. 8-in 4-ə çox qəşəng səliqəli təmir, ideal ölçü, yanında belə bir səliqəli manqalımız və onun da yanında daimi yay qış istifadəyə yararlı cam balkonla yığılmış və eyni zamanda istifadə təchiz olunmuş. Alt hissəsi də 10 ton ehtiyat su çəni inşa olunub əzizlərim. Çox qəşəng, ideal ölçüdür, səliqəli təmirdir. Yəni burada əyləşib yay qış rahat istirahət edə biləcəyiniz, geniş masa başında əyləşə biləcəyiniz bir sahə yaradılıb ki, tam olaraq qəşəng aurası var. Hörmətli izləyicilərim, ümumi həyətdə yağış sularının çıxışı üçün hər bir hissədə drenajlar quraşdırılıb ki, həyətdə qətiyyən su qalmağı mümkün deyil və bu hissədə bizim köməkçi bir tikilimiz var. Buranı sizlərə ətraflı göstərmək istəyirəm. İçərisində həyət üçün sanitar qovşağı nəzərdə tutulub. Çox qəşəng, səliqəli bütün aksesuarları ilə təchiz olunub. Eyni zamanda da belə bir keçidimiz mövcuddur ki, burada həm kladovka, boiler sistemi kombinat tam şəkildə işləyiş quraşdırılıb və yaşayış evi olduğu üçün hər şey sizin rahatlığınız üçün də əlverişli. Deyəcəm, çox qəşəng, hündür tavan məsafəsi geniş hol qarşılayır bizi. Olduqca böyük kvadrata malikdir evimiz. Girişdən sağda bizim 40 kvadrat metr qonaq otağımız. Tam ətraflı göstəririk sizlərə qonaq otağımızı. Qəşəng TV stendimiz, işıqlandırma aksesuarlarına yer verilib evimizdə. Eyni zamanda tavan hündürlüyü də çox qəşəng aura yaradır evdə. Girişdən solda isə bizim 25 kvadrat metrdən ibarət qonaq üzr istəyirəm mətbəximizi görürsünüz. Tam bu hissə mətbəx mebeli yığılıb, geniş də istifadəyə yararlı sahəmiz var. 4 yataq otağımız mövcuddur. Bu evdə birinci yataq otağı ilə davam edirəm. Bura bizim birinci yataq otağımız. Diqqətinizə çatdırım ki, evimizdə bütün əşyalar qalmaq şərti ilə satılır. Qiyməti sonunda deyəcəm sizlərə. Digər ikinci yataq otağımız və bizim üçüncü digər geniş yataq otağımız. Evin hündürlüyü də qeyd etdiyim kimi çox qəşəng hava yaradır evdə. Bu əsas məsələlərdən biri o tavan hündürlüyüdür. Sonuncu, dördüncü yataq otağımız. Bu evdə nə isə tərifləməyə ehtiyac yoxdur. Holumuzda belə bir mebel, qardırop yığılı yerimiz var və son olaraq hamam otağı, sanitar qovşağını təqdim edirəm sizlərə. Burada ümumi moydadır yerləşmə hissəsidir, köməkçi çamaşırxana hissəsi bölməsi və bizim hamam otağı çəkiliş edilir sizlər üçün və ayrı-ayrılıqda yerləşən sanitar qovşağı. Əzizlərim, qeyd etdiyim kimi, bu evdə nə isə tərəfləməyə ehtiyac yoxdur. Evimiz 9 bal zəlzələ gücünə tab gətirəcək şəkildə inşa olunub. Bütün, yəni bu növrə beton konstruksiya ilə yığılıb. Əlavə olaraq da evin şfer alt hissəsindən monolit beton əzizlərim. Evimizin start qiyməti 395.000 manat deyilir. Real alıcı ilə cüzi razılaşma olacaq. Bu və ya digər evlər üçün əlaqə saxlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.